Sənin üçün evdə, eşikdə bundan ibarət olmalıdır. İş axtarırsan, sənə ehtiyac yoxdur kimsə əlinin altında gedib işləyəsən. Reklamlar gəlir, sonra canım sənin üçün oyunlar var burada. Bu iqra oynamışdı o dünənləri, iqradan gəlib ən birinci yerə çıxmışdı odur. Sonra burada baxın. Burada görkəmlər var. Ən birinci yerdə mənəm, görürsünüz. 2 dənə profilim olduğuna görə biri də budur. Biri mənim video çəkdiyim telefonumdadır bu. Yəni bu da mənim bu telefonumdadır. Neysə sözüm ondur yox. Qaydırıq bura. Bax bunun üstünə vursam indi gedəcək balansa. Burada videolar gəlir. Göy, qırmızı, yaşıl, sarı. Qırmızının üstünə vuraq. Vurursunuz, belə reklamlar gedir. Aşağıda görürsünüz. Belə reklamlar gedəcək sizin. Qapağıza verək, uzanmasın video. Bu reklam qutardıqdan sonra, belə deyək, və burada ox işarəsi gəlir. Bir dənə bunun üstünə vurursan, bir dənə də tezədən bura, bir dənə də kres gələcək indi yuxarı bura. Onu vuracaq. 3, 2, 1... 0 kres. Doğru mu? Doğru. Gedib görüb məbləğimiz artdı. Yenə gedirik. Yenə vururuq. Yenə bu reklam geçsin. Pauza verək. Yəni yuxarıda gedir. Bu səfər saniyə yuxarıda gedir. Fərqli reklamların saniyələri var. Aşağıda gedən var. Yuxarıda saniyə gedir. Yəni belə reklamlardır. Sənə lazım deyil o reklamlara girib nəsə eləmək. Sadəcə olaraq burada. Deməli, saniyə qutardı. Burada da belə bir şey gələcək indi. Qoy kres gələcək. Nə gəlir? X işarəsi. Ox işarəsi gəldi. Gördün mü? Vurursan bunun üstünə. Bir dənə də kres verəcək sənə burada. Bir dənə də X-i vururuq. Sonra yenə də qaydırıq məbləğimizə. Sesi gəlir deyə. Yenə məbləğimiz çoxaldı burada. Yenə də gedirik. Yenə də vururuq burada. Reklam da gedir. Bunda da aşağıdardırsa 1 dəqiqə beləncə gəlir dolur bura. Sonra kresi vurursan orada. Beləncə bir şeydə, yəni qurdalanırsan özün üçün evin içində pulunu tutursan. Referalını çoxaltdın, biraz da pulun çoxalır. İkinci referal gəldi, biraz da çoxalır. Sonra sənə qoşulan referalın da pulu çoxalır. O da özünə referal qoşdu, onun da pulu çoxalır. Beləncə qadınlar olaraq bir-birinizə patlaşqa verə bilərsiniz. Evin içində də normal telefonla pulunuzu qazanıb rahatlıqla çıxarta bilərsiniz. Kiminsə 1000 referal var, kiminsə 100 referal var. Yenə də olmasa bir çoxla hansısa pullara görə müəyyən bir işlərə baş qoşurlar. Amma onlar dələduzlar da alladır. Amma mən sizə sırf sizi aldatmayan uygulama deyirəmsə ki, yəni ki, deməyin ki, ay filan proqramı yazdım, aldatdılar, pul qoydum, pulumu çıxarta bilmədim, batırdım. Bura pul zad qoymursan, qardaş. Sadəcə video rolikdir, gedir, şirkətdir, reklam şirkətidir. Şirkətlərdən pulu alır, deyir, mən sənin reklamın baxışın çoxaldacam, insanlara yayacam, mənim pulumu ödəyəcəksən. Orada da baxış sayıdır. Gördüyünüz kimi də baxısı. Bir çox iqralar oynayırsınız, belə deyək, iqraları oynayarkən boş-boşuna pulsuz reklamlar sırırlar. Sizə baxırsınız, sizə pul da vermir. Belədir ki, qardaş, o sizə hər gün reklam girib həyatınıza, hələ buradan hələ reklamlar həm geçsin, həm də reklamdan pulunuzu alasınız. Beləncə çıxa bilərsiniz. O da saniyəsi qutardı. O da gəldi, bax, burada da kresi vururuq. Bir dənə də kres vuraq. 2, 1, kres.
Yenə də görsən qırmızı şey baxdım, qurtardım. Deyir ki 17 dəqiqə 39 saniyə gözləməlisən. Sonra burada sarı kod var. Sarı kodda da reklam verir. Bir görsən olur, bir görsən olmur. Bunlarda qısa videolar olur. Yəni bunda da yoxdur. Bunu da baxmışam bayaqları. Görürsüz, burada da çoxaldı. Bir dənə oturub baxmağa 2 sent 68 2.68 sent. 135 coinimiz var. 100 coin də 1 dollardır. Yəni bunu da vuruq bunun üstünə və getdi məbləğimiz üstünə. Bu qədər basit. Sonra burada alış-veriş eləyirsiniz. AliExpress-dən 3%, 3.63 tam belə bir şey cashback verir. eBay'dir. Sonra Alibabadır. Alibabadan 4%. Yəni burada istədiyiniz endirimləri, antivirusları ala bilər. Sonra Temu'dur. Temu. Sonra Temu'dan 7% yarım verir. Görürsünüz, alış-veriş eləmək istəyirsə, birbaşa aparıb atır sizi Temu'ya. Buradan da alış-veriş elədiniz. Mallar gəldi, sizə çatdı. O 7% cashback'inizlə gəlib düşür bura. Bura düşür, sözün açığı vurusu üstünə gedir. Ora balansa, balansdan ki pul çıxartmağı bilirsiniz də, yəni bu məbləğin üstünə vurursan. Bunu bilmə, türk dilinə qoymuşam, yox, ingilis dilindədir. Deyəm bunu ingilis dilini eləyək biz türk dili. Oradasan, ay türk dili. Menüyə daxil olsunuz burada. Sonra gəlirsiniz aşağı. Para çəkmə var. Vurdunuz burada. Görürsünüz, hal-hazırda pul çıxartanlar da bunlar. Bax. Visa kartıva vurmaq üçün 653 coin lazımdır. PayPal hesabın varsa 240 voltda ödəyə bilirsən. Bank hesabı birbaşa o rekvizit bank hesabı var. Ora 1412 elib ki, çox qazananlar da. Sonra mobil kreditlər də verir, mağaza kreditləri də verir. Burada yoxdur da bizdə mağazaları olmalıdır, yəni. İstifadə çox olandan sonra regionda, yəni onlara da marketlərinə gəlib təkliflər verəcəklər. Yəni bu qədər basit. Sonra yazışmadır, nə bilim zəng edə bilərsən, görsən video zəng edə bilərsən, yazışa bilərsən. İndi gəlib düşəcək bu profilə. Görürsünüz, yəni WhatsApp kimi də istifadə edə bilərsiniz, zəng də istifadə edə bilərsiniz. Sonra hansısa bir məmurdan qorxursunuz, sözünüzü deməyə, zəng eləyərsiniz telefonuna, sizi axtarışa verər, nömrənizi tapar. 50 sentdir dəqiqəsi, nömrəni yığırsınız bura, hələ açılmayıb da nədir, 0 coindir. Yəni burada balans olandan sonra o rahatlıqla burada yığıb nömrəni zəng edirsə, ona da sizin nömrəniz düşmür. 16 rəqəmli bir şey düşür ora. Və beləncə, yəni siz istifadə edə bilərsiniz. Sonra çempionatlar var burada. Tutalım burada deyən görək. Burada da bilet almaq üçün reklam verir. Dik oyuna qatılmaq üçün bilet al da belə, evi yox. O qədər reklama baxırıq, bir dənə reklam bir şey deyil. Tamam, alarıq sənə. Tez elə daha görək. 3, 2, 1, yıqız. Vəsə. Oyuna bir dənə girək elə belə. Mən oynamıram, bax. Tək mənəm də burada da. Burada çox oyunlar var. Nəmin burada tutalım ki. Hər oyuna girəndə eləmək üçün bir dənə reklam verirsə, sonra girirsiniz çempionata başlayırsınız. Burada da həmçinin bir şeylər gedir. Yəni qış vaxtıdır. Qış vaxtında evdə oturub nə edəcəksiniz? Yəni digital olaraq beləncə pulunuzu qazana bilərsiniz. Beləncə nə qədər uygulamalar var. Onları tapmağa çalışın. Yükləyin, referalınıza çoxaldın, qohum əqrəbənizi qoşun. Siz də qazanın, qohum əqrəbəniz də
qazansın, qohum əqrəbənizin qohum əqrəbəsi də qazansın. Beləsinə dedi, neysə də oynamayaq da bax burada. Baxın burada biz oynamadıq deyinə 0 xalımız var. Baxın Türkiyədən nə bilim bayraqları tanıyırsınız da hardan. Yəni bunlar fake deyil ha, bunlar realdır. Oynayıblar oyunu. Neçənci yerə çıxıblar. Görürsüz, Zombuldağdan belə var. O Zombuldağdır, nə qaralarda nədir? O hətta onlarda belə vardı. Sonra burada oynadığımıza görə burada elə bir ki, bir çox açarları açdıqca gəliriniz daha da çoxalır. Gəliriniz daha da çoxalır. Bax bunu da referal qoşacaq sözümüzə WhatsApp-la falanla göndərin. Heç bir şey olsun, əla. Yəni qazanın. Yəni ancaq bir dənə yolunuz var ki, virtual olaraq, digital olaraq pul qazanın. Yəni gedirsiniz, işçi qadın tələb olunur, bizim kişiyə ehtiyacımız yoxdur və yaxud da deyirlər dükana qadın tələb olunur, amma qadındır ki, qadın gedir işləyir orada, sonra qadını istismar edirlər orada. Evdə oturun, heç kim sizi görmədən, TikTokda bir çoxları yüngüllük edirlər, pul qazanırlar. Ehtiyac yoxdur. Hələ bu cürünə evdə oturun. Sonra burada oyunlar var, bax. Yüklədin oyunu, təzədən 1-2 oyun oynadın. Oyunlar verir burada sonra sənə. Əgər boş vaxtın varsa, burada oyunları görürsən, 73 coin buna verir, 83 coin buna, 113 coin buna. Çoxdur. Oyunlar həddən artıq çoxdur. Yüklə, coin-vi götür. Ürəyin istəyir, sonra sil şeyi. Coin-vi götürəndən sonra sil oyunu. Zaten bu oyunlar hamısı WhatsApp-la əməkdaşlıq edirlər ki, bizim oyunları yükləsinlər, oynasınlar, bu qədər WhatsApp verir falan və hamısını hələ anında köçür hesabınıza. Beləncə də şey edə bilərsiniz. Çoxdur, yəni weblər var. Bax, görürsünüz nə qədərdir. Yəni bunların hamısı yığıb toplaya bilərsiniz hesabınıza. Görürsünüz nə qədər coinlər verirlər. 26 verir, 109 verir, 122 verir. Çoxdur, yəni həddən artıq çox. Gedib ələ-bələ gic-gic oyunlar yükləyir, sizə pul zad vermir ki, çerezdən buradan gir, tutalım ki, oyun-vi yaz, bax görsən, atırsan Play Market-ə, Play Market-də də tutalım, oyunu yükləyək, görək bundan nə qədər pul verəcək bizə. Gözləyək yükləməmiz yüklənib qutarsın, oyunumuzu oynayaq, coinlərimizi götürək, istəyirsən oyuna, istəyirsən sil atkinə. Yəni gündəlik nə qədər oyunlar gəlir ora. Artıq oyunumuz yüklənib, oynayaq görək bu nə oyun verib bizə. Heç bilmirəm necə oynayırlar bunu. Bunlar yığırsa. Görək coinimizi verəcək bizə. Yenə də start vuraq. Görürsünüz, burada reklamlar verir sizə, başqa bir oyunlarda verir də. Bunu bilirsən ki, pulunu tutacaqsan burada. Deyək ki, burada var. Görək, coinimizi verdi bizim. İndi birazdan coinimiz gələcək. Daha məncə kifayət edir bu qədər. Görün nə qədər. 50 gəldi. Bu 50-ni də vururuq üstünə. Getdi ora. Yəni burada çoxdur. Yəni göydə qalıbsa göydə də göstərəcək. Sonra ikinci
İkinci versiya iqralar var. Yüklədin. Yükləndi telefona açdın, təzədən sildin. Belə bir şeydir. Bax, nə qədər şeylər var burada. Reklam 777 coin deyir. Bu iqranı bağla deyir. 777 coin eləyir bizdə 7 dollar 77 sent. Sonra 6 dollar buna verir. 32 coin buna verir. Çoxdur, yəni de, nə qədərdir iqralar. 2 dollar nə qədər buna verir. Deməli 25 dollar buna verir, bunu bağlamağa verir. 25 dollar. Bir dənə iqra yazdın, hələ bir aya bağladın, bunu 25 dollar. Nə çoxdur. 6 dollar. 6 dollardır bu, 8 dollar. Çoxdur, yəni buradan yazıb nə qədər də ucu bucağı yoxdur. Bunları beləsinə yaza bilərsiniz. Yəni kasıblar hindidəndən başlasız gələcəyinə pensiyon fondunuzu yarada bilərsiniz. Kimdənsə nəsə gözləməyin ki, sizə yatırıb pul verəcək. Ancaq digital aləmdə pul qazanmaq sizə budur. Bu qədər. Hələ bəs edir. Bu da məndən sizə kasıbçılığın çıxış yolu olsun. Amma bir adam var, bir adamın qohumları, onun qohumları, onun qohumları, onun qohumları, yəni kasıb qohumlar, hamınız referal şəkildə bir araya gəlsiniz, yaxşı pul qazanarsınız. Ölüb getdikdə də parolunuzla Gmail logonuzu nəvənizə versə, nəvəniz də sıfırdan başlamayacaqdı. Yəni artıq nənə, baba, bu babab profilini gelişdirib, övladı oldu, verdi övladına. Övladı da başlayır rahatcana pul qazanmağa. Yəni heç itirməzsiniz.